Nədən danışmaq istəyirəm? Artıq çəkidən. Artıq çəki son zamanlar dünyanın problemidir. Bugün biraz fərqli gəlmişəm görüşünüzə. Görürsüz, çalmalım. Şeyxa Moza kimi. Artıq çəkidən danışmaq istəyirəm. Artıq çəki dünyanın bəlasına çevrilib. Çünki yediklərimiz, içdiklərimiz, qidalarımız nəinki bizim. Biz danışanda özümüzdən danışırıq, bizim ölkədən, amma bizim ölkə ilə deyil. Əslində bizim ölkə piyələnmədə çox geridə qalır. Dünya ölkələri arasında, yəni bu piyələnmə problemi, mən indi sizə statistikanı deyəcəm. Dünya ölkələri arasında çox bərbaddır piyələnmə. Piyələnmənin səbəblərini də deyəcəm mənim əzizlərim. Çünki bu bir bəladır. Piyələnmə əlbəttə ki, orqanizmə olduqca zərərlidir. Çünki Allah bir bədən verib, bir orqanizm verib və onu əmanət eləyib bizə. Onu elə gözəl verdiyi kimi də ona təqdim eləməliyik, qaytarmalıyıq. Amma biz nə edirik? Allahın bizə bəxş etdiyinin qədir-qiymətini bilmirik. Nə gəldi yeyirik, özümüzə baxmırıq və nəticədə bunun fəsadları ilə rastlaşanda deyirik, vah, niyə belə oldu? Niyə olacaq ki? Buna doğru gələn yollar var. Məsələn, mən istəyirəm statistikanı sizə deyim. Amerika 41%-lə piyələnmədə dünya üzrə birinci yerdə durur, biləsiniz. Ən yüksək piyli, artıq çəkili insanlar Amerika Birləşmiş Ştatlarındadır. Meksika 36%-lə durur ikinci yerdə. Burada Türkiyə 3-cü yerdədir 32%-lə. Rusiya 24-26% arası, Almanya 23, Fransa 17, Yaponiya 4-5. Ümumiyyətlə Yaponiya ən aşağı pillələrdə durur. Bu orta statistikadır da, dəqiq statistika deyil, mən sizə təqdim edirəm ki, dünyada o bizim Amerika deyib ağzımız sulana baxdığımız ölkə piyələnmə üzrə birinci yerdə durur. Və ümumiyyətlə Amerikada insanlar, Amerika Birləşmiş Ştatlarında insanlar bir-birini zahiri görünüşünə görə qəbul eləmir və zahiri görünüşü qınayanlara yəni pis baxırlar. Çünki onlar düşünür ki, bu mənim həyatımda necə istəyirəm elə yaşayıram. İstəyirəm çox yeyirəm, İstəyirəm, az yeyirəm, bundan kimə nə? Və onlar əllərinə düşəni yeyirlər, əlləri düşəni geyinirlər. Bəlkə də səbəb budur. Yox, bunun səbəbləri çox dərindir. Mən istəyirəm Azərbaycan üzrə deyim. Azərbaycan üzrə 25 yaş üstü 55-60%dir. 30 yaş üstü 20-23% piyələnməlidir və burada qadınlar kişilərdən daha çox piyələnməyə məruz qalırlar. Əsas səbəbləri mən sizə deyim. Birinci yerdə durur ümumiyyətlə 3 ağ məhsul və qida. 1. Şəkər, 2. Un, 3. Duz. Yəni şəkərli bütün məhsullar insan orqanizmində piyələnməyə doğru gedən yoldur. Çox vaxt deyirik qaraciyər piyələnməsi. Çox yeyirəm ondandır, yağlı yeyirəm ondandır. Xeyr, qətiyyən ondan deyil. Qaraciyərin piyələnməsi o məhz şəkərli qazlı içkilər, fast food yeməklər, hamısının içində şəkər var, biləsiniz. Bunlardan yaranır. Nəinki yəni şəkər, daha sonra unlu məhsullar, un məmulatları. Yəni siz xingal yesəniz, lap gürcü xəngəli olsun, yerli yarpaq xəngəli olsun, xingal da çoxudur, xəngəli yesəniz, siz kökəlməzsiniz. Amma unla hazırlanmış şəkərli bir şey yesəniz, kökələcəksiniz. Mən demirəm xəngəl zərərli deyil, xeyr, o da un məmulatıdır. Amma biz tort və yaxud bulkalara baxanda o yenə toya getməlidir. Yəni mən bir balaca loru dildə danışıram ki, mənim izləyicilərimə daha aydın olsun. Daha sonra az hərəkət, oturaq həyat, daha sonra stres, hormonal pozğunluqlar, yuxu çatışmamazlığı və genetik meyl. Ümumiyyətlə söyləyim ki, bu arada qadınlar daha çox piyələnməyə meyillidir. Bunun da öz səbəbləri var. Bunun çox böyük səbəbləri var. Bu uşaqlıqdan gəlmə səbəblərdir. Ailənin uşağa yanaşmasının səbəbləridir və hamiləlikdən gələn səbəblərdir. Çox vaxt hamilə qadınlar nə yediyini, nə içdiyini bilmirlər. Və ətrafın da hamilə qadınlara necə gəldi davrandığını biz görürük, amma əslində bu belə deyil. Çünki hamilə qadınlar xüsusən qorunmalıdır, xüsusən yeməyinə, içməyinə diqqət yetirilməlidir, qorxmamalıdır, stres həyəcandan uzaq durmalıdır, şəkərli məhsullar yeməməlidir, tort, bulkalar. Avtomatik bu uşaqda şəkər xəstəliyi yarada bilər. Daha sonra məsələn sarı meyvələr nədir? Apelsin, mandarin,
hətta kök, bu tip meyvələrdən uzaq olmalıdır. Günə bir ədəddən çox olmaz. Çünki bu allergik reaksiya verir. Və hamiləlikdə doğru çörək 2 aydan sonra çörəyi minimuma endirmək lazımdır. Gündə 2 kusokdan artıq yemək olmaz. Və əgər bu qaydalara əməl eləmirsinizsə, dönər yemək olmaz. O qazda dönər hazırlanır, olmaz, küçə yeməkləri olmaz, fast food olmaz. Yəni bunlara riayət eləməyən valideynlərin uşaqlarında əlbəttə ki, problemlər olacaq. Ha o fiziki problem olacaq, piyələnmə olacaq, sümük problemi olacaq, ha o əqli problem olacaq, əqli geriləmə olacaq. Amma mütləq nəsə olacaq. Hamilə qadın mütləq və mütləq öz rasionuna, qidalanmağına fikir verməlidir. Tamam, hamilə qadın uşaq dünyaya gətirdi, doğuldu uşaq. Daha sonra o uşağın ilkin etapları çox önəmlidir. Çox vaxt uşağa nənələrimizdir, onun suyuna bir damcı qənd at ver içsin. Olmaz, qətiyyən olmaz. Əslində uşağa heç olmasa 1-2 yaşın, əslində 3 yaşa qədər, amma heç olmasa 1 yaşa qədər sadə su verilməlidir, şəkərsiz. Daha sonra baxırsan ki, balaca uşaqdır, fast food yeməklərlə doldurublar onun qarnını. Mən bir dəfə bir taksi ilə gedirdim, yol uzaq idi və o danışır, deyir, mən axşam evə filan fast food yerindən almasam uşaq yemək yemir və yatmır. Dedim, uşağınızın neçə yaşı var? Dedi, birinin 4 yaşı, birinin 3 yaşı. Mən dedim, vaxtsa, nə danışırsınız? O yaşda uşağa fast food yeməklər vermək olar. Özü tanınmış bilirsiniz də, ad çəkmək istəmirəm. Haraların fast foodu. Hə, dedi, burada nə var ki, qazanıram uşağımı yedirdirəm, cahillik. Burada valideynlərin cahilliyi də çox önəmlidir. Çünki cahilliklərindən onlara elə gəlir ki, uşaqlarına ürəkləri yanır. Amma əslində ürək yanmaq deyil. Artıq çəki uşaq üçün problemdir. Çünki normasından artıq olan çəki balaca, böyük kim olursa olsun onurğamızdır orqanizmi saxlayan. Onurğa sağlamdırsa orqanizm sağlamdır deməkdir. Və artıq çəki onurğaya güc düşür. Onurğaya güc düşəndə ayaqlara güc düşür, daxili orqanlara güc düşür. Ürək doğru düzgün işləyə bilmir, qaraciyər doğru düzgün funksiyalarını həyata keçirə bilmir və s. və ilaxır. Mən istəyirəm çox uzun danışmayım. Bu əslində çox böyük bir bəladır mənim əzizlərim. Siz diqqət yetirməlisiniz. Amma bütün bunlardan daha önəmlisi psixolojun problemlərdir ki, mən sizə deyim, psixoloji problemlər əsasən uşaqlarda nədən yaranır bu? Bu çox böyük problemdir. Uşaqlarda sevgisizlik varsa, qucaqlama, diqqət çatmırsa uşağa, qucaqlamırsansa, övladını bağrına basmırsansa, bir ona sevgini göstərmirsənsə, daha sonra onu daim aşağılayırsan, alçaldırsan, məsələn, sən bunu bacaransan, sən bunu bacarmarsan, qonşuya bax, gör nə gözəl iş görür. Sən filan kəslərə bax, nə gün də sən gömbul, nə bilim, parasyonuk, donuz, inək, bu tip şeylər uşaqlara demək. Bu çox böyük faciədir. Avtomatik uşaq ondan asılı deyil. Avtomatik beyin əks hücuma keçir, orqanizmi qorumağa çalışır və yeməklə doldurmağa çalışır. Bax, o yeməklə. Yemək insana fərq eləmir. Bu uşaq da ola bilər, böyük də ola bilər. İnsana elə bir ki, təhlükəsizlik hissi gətirir. Yeyir, doldurur, beyin hüceyrələri sönür və o özünü hardasa xoşbəxt hiss edir. Amma bunun çox böyük fəsadları var, mənim əzizlərim. Olduqca böyük fəsadları var. Yəni, bu o deməkdir ki, o kökəli və deyir ki, mən buyam, mənə yaxınlaşmayın, mənlə işimiz olmasın. Hər şeyə qarışan valideynlər, hər şeyə burnunu soxan qohum, əqraba, lap ər olsun, qaynana, qaynatı olsun, azad fikir bildirmə haqqının olmamağı, azad qərar bildirə bilmir insan. Bunların hamısı fərq eləmir qadın, kişi, illah da qadınlarda öz fəsadlarını artıq çəki ilə biruzə verir. Əlinə nə gəldi yeyir. O nə yediyin fərqinə varmır. O öz əsəblərini yeyir, o öz gərginliyini yeyir, o öz alçalmasını yeyir, o öz bastırır
o stressi o yeməklə bastırır. Və əlbəttə ki, nə gəldi yeyəndə avtomatik orqanizmdə hormonlar balansı pozulur. Mən ötən videolarımda demişdim ki, insan orqanizmini saxlayan hormonlar və vitaminlər balansıdır. Bunlar aksayarsa, avtomatik insanda müəyyən xəstəliklər yarana bilər ki, və belə olan halda da əlbəttə ki, kortizol artır. Bilirsiniz, kortizol əsəb stres hormonudur və insan daha çox yatır, çox yeyəndə çox yatır, oyana bilmir. Daha çox yatanda isə kortizol avtomatik qalxır. Çünki insan üçün çox önəmli yuxu zamanı var. Lütfən, diqqət edin. Bu yuxu zamanı axşam saat 10-dan 22:00-dan səhər saat 6-ya qədərdir. Bu arada yuxu melatonin ifraz edir ki, bu insan orqanizmi üçün çox önəmlidir. Boyatmağa, uşaqlarda, böyüklərdə beyin hüceyrələrinin qidalanmağına, cavan qalmağa və bir çox xəstəliklərin yaranmamağı üçün önəmli olan bir hormondur ki, bu məhz gecə saat 22:00-dan səhər saat 06:00-a qədərdir. O ərəfədə bu yuxu olmalıdır. Və əgər siz çox yeyirsinizsə, avtomatik o çox yemək beyin hüceyrələri sönür və tez yatırsınız, yuxuya gedirsiniz və çox da yatırsınız, tezdən ayıla bilmirsiniz. Yəni saat 6-dan sonra, 7-dən sonra yatılan yuxu avtomatik artıq çəkiyə gedir. Bu zərərlidir. Mən demirəm, gecə işində işləyirsinizsə, o ayrı bir problemdir. Yuxu rejimi artıq pozulur, bioloji yuxunun vaxtı dəyişir, Amma əsasən bu artıq çəki və yediyimiz, içdiyimiz bizə mane olur. Ona görə də mənim əzizlərim, əslində sizin çox yeməyiniz iradəsizliyiniz deyil. Sizin çox yeməyiniz sizin bioloji reaksiyanızdır. Baş vermiş hadisələrə orqanizm reaksiya verir. Belə bilin, o artıq piylənməklə sədd çəkir. Və bu da əlbəttə ki, fəsadlara gətirib çıxardır. Mənim əzizlərim, artıq piylənmə insan orqanizmində bilirsiniz nələr yaradır. Hətta mən sizə bir-iki problemi də deyim. Uşaqların boynuna vaxtından əvvəl məsuliyyətin yüklənməyi. Yəni, bu nə deməkdir? Erkən böyümək, ağıllı uşaq ol. Sən hamıdan ağıllı olmalısan. Uşaq öz ehtiyacların oynamaq, atlamaq, düşmək, bunları ört-bastır eləyir, bastırır, qoymurlar. Özünü böyük kimi apar. Bu nədir, sən qoşulmuşsan uşaq və s. Bəylər onu yükləyirlər və o da yəni bu yükün altında əzilməmək üçün yeyir. Daha sonra mən sizə ümumi psixoloji tərəflərini deyirəm, sonra keçəcəm bunun fəsadlarına. Daha sonra atılmaq qorxusu. Uşağı qorxuzurlar ki, aparıb atacam internetə, sən mənim sözümə baxmırsan. Belədir də, aparıb tullayacam və sən ayrı olan ailələrdə. Atom baxsın sənə, anon baxsın, nənəm baxsın. Və s. və ilaxır ki, bu sözdə uşaqda atılmaq qorxusu yaradır ki, bu atılmaq qorxusu da əlbəttə ki, bədən öz yerini yeməklə doldurur. Daha sonra qadınlardan qorxu, qadınlığı gizlədirlər. Məsələn, qız uşaqlarına, başa uşaqsan, belə yeriginən. Nəticədə qız uşaqları həddi buluğa çatanda müəyyən orqanizmdə dəyişikliklər baş verəndə onlar qadınlığını gizlətmək istəyirlər, utanırlar. Çoxunun skalyozu olur, belə olurlar, özgüvən. Bilin, skalyoz və kasalapı belə əyri ayaqlılıqda içəri olur, belə kasalapı deyirik. Bu özgüvənsizlikdən yaranır. Skalyoz psixosomatikada bu özgüvənsizlikdən yaranır və eyni zamanda da bu özgüvənsizlik, uşaqlıqdan istismar olunmaz tərbiyə, daima onu elə bilin ki, yəni elə eləyirlər ki, o qadınlığından, qız olmağından utanır və yeməklə o ört-bastır eləyir o figuranı, o qadına xas olan, yəni o gözəli, qadının o pisoçnı içisi deyirlər də, torpaq sadə olan figurasını gizlətmək üçün yeyir ki, onu gizlətsin, heç kim ona heç nə deməsin. Çünki onu uşaqdan, bax, cəmaat sənə nə deyəcək? Belə deyindin, bax, nə deyəcəklər? Dar giyindin, filan söz deyəcəklər, şalvar giyindin, belə deyəcəklər. Sinən çıxıb, ört-bastır ilə ayıbdır, cəmaat baxır, nə bilim, belin incəl. O qədər yükləyirlər ki, bu axmaq, düşük,
mentalitetlə bu uşaqları ki, qız uşaqlarını və onlar o yeməklə kökəlib onların hamısını ört-basdır eləyirlər ki, qadınlığını gizlətsinlər, o gözəlliyi heç kim görməsin və onlara heç kim heç nə deməsin. Yenə bu da valideyndən asılıdır. Sonra insanın özünə dəyərsiz yanaşması, mən buna layiq deyiləm. Onsuz da alınmayacaq. O qədər beynindən yedirirlər ki, əşi sən nəyə yaradırsan? Bir dənə çay da süzə bilmirsən. Gündə bir qap sındırırsan. Bax, sındıracaq. Alıb sındırır. Yəni o qədər onu uşaqlıqdan dəyərsiz eləyirlər ki, fərq eləmir qız ya oğlan. O böyüdükcə özünü dəyərsiz hiss eləyir və o dəyərsizliyini yeməklə doldurur. Yeməklə. Və böyüklərdə də çox zaman çıxılmaz durum olanda, durumdan yol tapmayanda çıxmağa, onlar o çıxılmazlığın, o əsəbi, o gərginliyini yeməklə. Lop, 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 nə gəldi yeyirlər, heç onun fərqinə də varmırlar. Lop, lop, lop yedir, bir anlıq o beyində xoşbəxtlik hormonu, endofrin və ifraz olundu, dedi, nə xoşbəxtəm, sonra partlamaya düşür, nəfəs ala bilmir. Amma gəlin görək mənim əzizlərim, bu travmalar, başa düşürsünüz, bu travmalar əslində dərin travmalardır. Bu travmaları işlədikcə, bu travmaları aradan qaldırdıqca bu problemlər də aradan qalxır. Amma ən önəmlisi, bu travmalardan da önəmli mənim əzizlərim, bunun psixosomatik tərəfləri var. Çünki o uşaqlıqdan beynimizə yeridilən problemlər, pişkə bura. Pişiyimdir, mənim əzizlərim, lütfən üzürlü sayın. Bayaqdan fikrim onda qalıb. Yəni, o beynə yeridilənlər psixosomatika deyilir ki, yüklənirik onlarla. Məsələn, artıq çəkinin də psixosomatikası var. Ana travmalarının haralarda artıq çəki yaratdığı, bədənin hansı nahiyəsinin. Yəni, deməyim odur ki, bir çox vaxt bu problemlər psixoloji olaraq istənəndə buraxılır və yaxud da insan özü bunun fərqində olanda. İnsan fərqində olanda ki, bu çəki ona fəsadlar yaradır. Məsələn, mən hiss elədim ki, mənim çəkim artıb və mən artıq bunu aradan qaldırmalıyam. Birinci nömrədə şəkəri rasionumdan qaldırdım. Şəkərin yerinə quru meyvələr, bal, ürəyim istəyəndə çalışıram, atışdırım ki, mən şəkərdən pesok deyirik də, şəkər tozu, ondan uzaq olum. Daha sonra un məhsullarından, unlu məmulatlardan uzaq oldum. Yavaş-yavaş, indi inşallah görüm gücüm çatarsa bir ay ərzində siz mənim özümü də izləyərsiniz. Mənimsə buradan bütün bu artıq çəkisi olan insanlara bir sözüm var. Bu, bir nömrəli ürək damar xəstəliklərinə gətirib çıxardır. Artıq çəki indeksi var da. Məsələn, boyunuza görə mənim boyum 1.67-dir. Mənim çəkim 40 yaşa qədər olmalıydı 56-57 kilo. 40 yaşdan, 45 yaşdan sonra isə 1.67 boyun çəkisi olur. Haradasa 62-64 kilo arası olmalıdır. Uzağa 65. Görün, mən nə qədər artıq çəki almışam. Əlbəttə ki, bu mənə zərər olacaq. Eləcə də hər bir insanın boyuna uyğun olaraq da çəki indeksi var. Ki, siz girib Google-da baxsanız, internetdə axtarsanız çıxacaq və yaşa uyğun olaraq öz çəki indeksinizi tapa bilərsiniz ki, normaya düşə bilərsiniz. Məsələn, bu artıq çəki qan təzyiqi yaradır, ürək problemləri, ürəyin böyüməyi, infarkt, insult, qaraciyər piylənməyi, şəkərli diabet yaradır, metabolik pozuntular yaradır. Gəl bura, gəlməzsən. Gəlmirsən, lütfən üzürlü sayın. Yəni, ikinci tipli diabet yarada bilir, insulin direnci yarada bilir, halsızlıq, yorğunluq, daim özünü halsız hiss eləyirsən, əhvalın oynayır, yerində olmur, onurğu və oynaq problemləri yaradır, osteoxondroz yarada bilər, diz, bel, boyun ağrıları yarada bilər, protruzya, yırtıqlar yarada bilər ki, bu da əlbəttə ki, zərərli bir şeylərdir. Mən sizə söyləmək istəyirəm ki, bu hətta tənəffüs problemləri, tez yorulma, psixoloji problemlər, özünə inamın azalmağı, ürəyin istəyən paltar geyinə bilmirsən, ay Allah, mən neyniyim, ay mən neyniyim, depressiya düşürsən, sosial tənqidən rast gözləyində bilirsiniz də, bir şəkil paylaşamırsan, 50 dənə söz deyirlər, qulağın əyridir, buyurun əyridir, dodağın əyridir, nə bilim, gömbulsan, köksən, o qədər insanlar var ki, ağzına gələni danışırlar, istər-istəməz, əlbəttə ki, bu bizə təsir edir. Həzm problemləri yaranır, qaraciyər piylənməsi, öd daşları, mədə yanmağı, o qədər problemlər yaranır, hormonal balans pozulur,
Tiroid, mən bunu tiroid, yəni Hashimoto zob problemləri yaranır. Estrogen, progesteron problemləri yaranır. Saç tökülməsi, prolaktin problemləri də bu sırf xanımlara aiddir. Ya gətirib çıxardırsınız, mənim saçım niyə tökülür? Mənə görəsən nə olub? Nə olacaq mənim əzizim? İmmunitetim düşüb, orqanizmdə iltihabdır. Xroniki iltihab vəziyyətidir. Tez-tez xəstələnirsən, bərpan zənginləşir. Qadınlarda menopauza yaranır. Vaxtından əvvəl onun simptomları yaranır. Yumurtalıq problemləri, cinsi istəksizlik yaranır. Ömrünüz qısalır. Artıq çəkisi olan insanların normal çəki indeksindən 10-15 kilo, 20 kilo artıq olan adamların ömrü 5-10-15 il arası azalır. Yəni, deməyim odur ki, artıq çəki iradəsizlik deyil. Artıq çəki tənbəllik də deyil. Artıq çəki çox vaxt travmalar, hormonal balansın, stresin nəticəsidir ki, bunu necə aradan qaldırmaq olar? Gələk əsas məsələyə. İllatda 40 yaş üstü xanımlarda bu çətinlik yaradır. Çünki arıqlama problemləri olur. Biraz çətin olur. 40 yaşa qədər elə rahat arıqlayırsan ki, arıqladım. 40 yaşdan sonra çətin olur. Elə kişilərdə də belədir. Qadınlarda daha çox menopauzaya doğru gedir deyə qadınlar bu problem yaranır. Nə etmək lazımdır? Gəzmək. Piyada gəzmək. Bəli. Sadəcə olaraq piyada gəzmək. Gün ərzində heç olmasa yarım saatdan başlayın. Başlayın birinci gün bir həftə 15 dəqiqədən başlayın. İkinci həftə onu yarım saat eləyin. Üçüncü həftə onu eləyin 45 dəqiqə. Dördüncü həftə onu 1 saat. Beşinci həftə onu 1 saat 15 get-gedə artırın. Gün ərzində minimum yarım saat mütləqdir. Maksimum 2 saat, 2 saat yarım gəzmək lazımdır. Piyada gəzmək. Pul istəmir ki səndən. Pulla deyil ki. Çıx piyada gəzlər, maşallah. Parklar, bulvarlar, ürəyin istəyən qədər. Gözəl göyçək yaradıblar, bulvar, bax, kimin üçün yaradıblar? Sənin üçün çıx, gəz və bu sənə xeyirdir. Mütləq gəzmək lazımdır. Hətta o Skandinaviya gəzməyi deyirlər, əllər hərəkət eləyəndə sizə göstərə bilmirəm. Çox gözəl effekt verir. Birinci, gəzmək. İkinci, rasionunuzdan şəkəri yığışdırın. Mütləq şəkildə. Lütfən. Arıqlamaq istəyən, orqanizmini sağlam eləmək istəyən şəkəri yığışdırsın. Lap yığışdırın şəkər, keçin kişmiş, xurma, çox xeyirdir, ərik qurusu, əncir qurusu. İndi demirəm, 1 kilo al qoy qabağa bir günə yeyir. Şəkərin qalxar, xeyir, o da normasındır. Çayla içəndə, nə bilim canım sənə desin, kofe ilə içəndə, ürəyin şəkər istəyəndə çayla ilə içəsən. Mən quru çay içə bilməm, mütləq yanında nəsə olmalıdır. Onu mən xurma ilə, kişmişlə, ərik qurusu ilə əvəz eləmişəm. Əgər ürəyin lap həddən ziyadə istəyərsə, dözə bilmərsənsə, sən özünə qara şokolad 72%, 82% qara şokolad özünə icazə verə bilərsən. O da bir plitka şokoladın bir belə orada yeri olur da, bir dənə belə cızığını. Gündə bir cızıq ondan istifadə eləyə bilərsən. Əslində təmiz qara şokolad xeyirdir. Kafein var tərkibində, kakao var tərkibində. Kakao içə bilərsən, mənim əzizim. Məsələn, adam var ki, deyir ki, mən kofe içirəm, təzyiqim qalxır. Kofe təzyiqi qaldırmır. Şirin kofe içirsənsə qaldırır. Şəkərli kofe, südlü, şəkərli kofe təzyiqi qaldırır. Amma sən şəkərsiz kofe içsən, təzyiqini qaldırmayacaq. Qara kofe içəndə isə, qara kofe ümumiyyətlə çox xeyirdir. Orqanizmi qaraciyəri toksinlərdən təmizləyir, xolesterini azaldır, zəhərli xolesterini. Qara kofendə qara yox, ona bir balaca kakao qatırsan, bir balaca da darçın qatırsan. Təmiz darçın. Onu qəşəng içirsən, amma şirin eləmədən. Böyründə istəsən xurma, kişmiş nəsə atışdıra bilərsən. Çox xeyirdir. Kim ki deyir kakaonun fəsadları falan boş şeylərdir, inanmayın. Alzheimer xəstəliyinin qabağını alır. Kofe. Kakao isə ümumiyyətlə xeyirdir. Kakao damarları təmizləyir, kirəclərdən təmizləyir. Yəni deməyim odur ki, mənim əzizlərim, birinci şəkəri rasionundan çıxardın. Məsələn, şirin nəsə istəyirsiniz, balla eləyin. Balla eləyin, afşanka ilə eləyin, unla eləməyin. İkinci, unu çıxardın rasionunuzdan, unlu məhsulları. Unu əvəz eləmək olar düyü unu ilə, afşanka, yulaf unu ilə, qreçka, qarabaşaq unu ilə. Üyüdürsən, vəssalam.
bu arada. Deyəsən mənim zaryadkam yatır, şarjım yatır, belə deyim. Yəni bununla əvəz eləyə bilərsən, balla. Nə gözəl. Hazırla özün üçün yeyinə. Yəni mən elə hazırlayıram. Çox gözəl unsuz, kakao ilə şirniyyat hazırlayıram. Yəni siz də belə hazırlaya bilərsiniz. Unsuz, kakao ilə, yumurta vurğunə, bal vurğunə, kişmiş vurğunə, banan. Banan çox gözəl şirin eləyir. Yəni ürəyiniz şirin istəyirsə, iri sarı xurmalardan yeyin bunu. Yəni deməyim odur ki, birinci şəkəri çıxardırsınız, ikinci unu. Duzu hələlik saxlaya bilərsiniz. Nə üçün? Çünki duz orqanizmə hardasa lazımdır. Fikrim yayınıb, pişik nəsə eləyir evdə. Yəni duzu hələlik saxlaya bilərsiniz, amma onun da qədərini azaldın. Çünki duz orqanizmdə suyu saxlayır və o su təzyiqinizin qalxmağına səbəb ola bilər. Bəli, bu 3 ağ insan orqanizminə ən zərərli bir şeydir və bir də piyada gəzin. Çıxın, piyada gəzin. Vəssalam, şüt tamam. Yəni mənim sizə deməyim bu qədər. Bu gün mən sizə artıq çəkidən danışdım. Özüm artıq çəkidən əziyyət çəkən adam kimi. İndi mənim çəkim o qədər çox deyil, amma mənim çəki indeksimdən olduqca çox olduğuna görə mən bu barədə o qədər araşdırmalar aparmışam. O qədər məlumat toplamışam ki, düşündüm bu gün sizlə paylaşım. Mənim əzizlərim, sağlam qalmaq istəyirsinizsə piyada gəzin. Ürəyinizin, canınızın, başınızın sağlam olması istəyirsə piyada gəzin və şəkər və unu rasionunuzdan çıxardın. Çörək istəyirsiniz, siz çörəyi qarabaşaq unundan eləyə bilərsiniz, yulaf unundan eləyə bilərsiniz, amma adi buğda unundan eləməyin. Mənim əzizlərim, sağlam olun, gözəl olun, həmişə formada olun. Uşaqlara lütfən yüklənməyin. Uşaqlıqdan onlara doğru düzgün yanaşın ki, böyüyəndə onlar bax belə artıq çəki problemi ilə rastlaşmasınlar. Bu günə bu qədər. Hələlik. Səhifəmə abunə olun, bəyənin, paylaşın. Hələlik.